Bugün Binəqədidə belə bir 3 otaqlı yaşayışlı həyət evini sizlərə təqdim edirəm. Evin içərisində yaşayış var. Evimiz yerdən 2 daş kürsülüdür. Belə bir xudmani həyəti var evimizin. Evimiz koridor sistemi ilədir. Bura mətbəx hissəsidir evimizin. Daxil olaq içəriyə. Belə bir qonaq otağımız var. Evimizdə belə bir yataq otağıdır. Pəncərələri öz həyətinə baxır və işıqlı genişdir. Evimiz Binəqədi rayonu Binəqədi qəsəbəsində 182 nömrəli məktəbin tam yaxınlığında yerləşir. Bura isə sanuzelimizdir. Gördüyünüz kimi. İndi isə digər otağı göstərəcəyik sizə. Digər yataq otağı. Digər yataq otağı isə budur. Baxın, pəncərələri də gördüyünüz kimi. Evlə maraqlananlar bizdən 7/24 əlaqə saxlayın.